İndi barəsində danışacağım xəbər isə nə az nə çox düz 8000 insanı əhatə edir. Hələ bu günədək aldadılan insanların sayıdır bu rəqəm. Aldanmaq üzrə olanlar isə başına gəlməyincə başmaqçı olmaq istəmirlər. Söhbət məqsədimiz sizi qorumaqdır devzi ilə məqsədləri insanları aldadan mütəşəkkil dəstədən gedir. Diqqətli olun, əllərində dubinkaları olan və o dubinkanı işlədəcək lisenziyalar da var. İlkin Kərimovun reportajı. Yüzlərlə vətəndaşın etimadını qazanaraq onların küllü miqdarda pulunu mənimsəməkdə itham olunan Qala və Azər Mühafizə şirkətləri ilə bağlı yeni təfərrüatlar bəyan olub. Hər iki şirkətin Bakıda daxil Salyan, Tərtər, Biləsuvar, Qax və digər rayonlarda 40-dan artıq regional idarəsi fəaliyyət göstərilmiş. Hər bir şöbənin də 200-250 işçisi əvvəlcədən 1000 manatla 5000 manat arası depozit qoymaqla mühafizəçi kimi işə qəbul olunub. Onlara bu pulun yarısı həcmində hər ay maaş ödənilməsi vəd edilib. Lakin son bir neçə həftədə ayrı-ayrı bölgələrdə, o cümlədən paytaxtda Qala və Azər Mühafizə MMC-nin işçilərinin etirazları əbəs yerə deyildi. Məlum oldu ki, bu şirkətlər yüzlərlə vətəndaşın küllü miqdarda pulunu mənimsəyib. Hesablamaya görə söhbət bir neçə milyon manatdan gedir. Mən 6 ayda işləyirəm, mən bir dəfə maaş almışam 6 ayda. 6 ayda mən kreditin üstündəyəm, mən onu nəylə verirəm? Mən 2000 pul vermişəm. 500 manat sığorta haqqı, 1500 manat da depozitim. Eləsi var 200 manat təhsil haqqı. Araşdırmamız zamanı məlum oldu ki, məqsədimiz sizi qorumaqdır devizi seçən bu şirkətlərin təlim-tədris mərkəzləri də olub. Hətta gənc mühafizəçilərə sertifikatlar da paylanırmış. Bu fotolar həmin mərasimlərdən biri zamanı çəkilib. Görüntüdəki şəxs Qala Beynəlxalq Təhlükəsizlik Xidmətinin rəhbəri Vüqar Hüseynovdur. Onun MMC-ni 2007-ci ildə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatından keçirdiyi bildirilir. Şirkətlər cəmi 2 il sonra Daxili İşlər Nazirliyindən lisenziya alıb. 5 ilin tamamında, yəni ötən il Qala və Azər Mühafizə şirkətlərinə növbəti dəfə lisenziya verilib. Bu hallar vətəndaşlarda şirkətə inamı artıran məqamlar olub. Lakin fırıldağın üstü ötən ilin oktyabrından, məvaciblərin dayandırılmasından sonra açılıb. Hazırda isə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə İstintaq əməliyyat qrupu yaradılıb. Şirkətlərin 5 əməkdaşı Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev barəsində həbs qəti imkan tədbiri seçilib. Lakin zərər çəkmiş vətəndaşlara dələduzluqda itham olunan şəxslərin həbsindən çox dəymiş ziyanın ödənilməsi maraqlandırır. Daxili İşlər Nazirliyindən ayınıza verilən məlumata görə vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsini təmin etmək məqsədi ilə təqsirləndirilən şəxslərinin daşınmaz əmlaki, avtonəqliyyat vasitələri və qiymətli əşyaları müəyyən edilərək üzərinə həbs qoyulması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Zərurət yarandığı təqdirdə istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.